Yeni bir car parking videosu ile herkese salamlıyorum. Bugün car parkingde Lada logosunu düzeltmiyorlar ve onu göstereceğim. İlk olarak tabii ki de böyle bir şey çəkək. Ne uzun ne kısa belə bir şey çəkirik. Sonra bunu biraz bozlaşdırırıq. Bu qaranın içine qoyuruq, nömrə kimi deyirik də. Görüm. Ha belə. Qoyduğum gedirik. Axıra. Gerək çataq. Ha buradadır. Bunu alırıq. Bunu gördüyünüz kimi yatay bir şəkildə uzatdıq. Sonra bunu bir yana kopyalayırıq. Gördüyünüz kimi belə sonra aşağısına gətiririk eyni yeri. Sonra yəni kopyalamağı basırıq. Bunu götürürük. Gəlib yapışdıracağıq bura. Biraz uzun eləyək. Yapışdırdıq. Sonra biraz buradan belə aşağı cır eləyirik. Daha doğrusu belə eləyirik. Biraz daha yaxşı olsa oldu belə. İndi bir yana bura alırıq. Buranı balaca eləyək. Ha. Bunu uzun eləyəcəyik. Bunu da biraz bu boyda eləsək bəs. Ha, belə elədik. İndi daha çox belə qısaltmaq yox, belə eləyirik. Belə uzadırıq. Gördüyünüz kimi dibindən ortasına kimi uzadırıq. Belə uzandı. İndi kopyalayırıq. Və kopyaladıq, indi gətirib yapışdırırıq bura. Bunu biraz kiçildirik. Biraz böyüdürük sonra. Belə fırladaq. Logomuza 10 üzərinə neçə verdiyinizi yorumlara yazmağı unutmayın. Və gələn videolarda hansı loqonu düzəltmək istədiyinizi yorumlar qismə yazmağı unutmayın. Gördüyünüz kimi Lada logomuz belə alındı. Və onun üzərinə neçə verdiyinizi yazarsınız yorumlarda. Sağ olun, gələn videoda görüşək.